Salam əziz izləyicilər, bu videoda bugün yəni 1 iyun 2025 tarixində keçirilmiş qəbul imtahanında 4-cü qrupa düşən kimya suallarını izah edəcəm. Başlayırıq 31-dən. Amma sualları keçməzdən öncə onu da deyim ki, 4 iyunda sürət qrupunda dərsə başlayıram. Kimlər qoşulmaq istəyirsə 077 460 47 23 nömrəsi ilə əlaqə saxlasınlar. Keçək suallara. 31. Doymuş bir atomlu spirt, doymuş bir əsaslı karbon turşusu. Karbon atomlarının sayı eynidirsə molyar kütləni hesablamalıyıq, x-i tapmalıyıq. Doymuş bir atomlu spirt, məsəl üçün bir karbonlu spirt götürək. Metil spirti CH3OH. Karbonu 1 götürdük. Doymuş bir əsaslı karbon turşusunu da onda götürməliyik, qarışqa turşusu. Emerlərini hesablasaq 12 plus 4 plus 16 bərabərdir 32'ye. Burada da 12 plus 2 plus 32 46'ya bərabər olacaq. Yəni x bərabərdir m plus 14. Cavab D variantı olur. 32'ye baxaq. Deməli, nə deyir? Homogen reaksiyada müəyyən müddət ərzində A2'nin qatılığı %25'dən %22'ye qədər azalıb. Bu müddət ərzində B'nin qatılığının azalmasını hesablayın. Baxın. A2 plus 2B alınır 2C. Yəni A'dan 1 mol sərf olunanda B'dən 2 mol sərf olunur. Onda belə çıxır ki, A %25'dən %22'ye düşübsə %3 sərf olunub. Onda B də %6 sərf olunmalıdır. Onun azalması %6 C variantı doğru cevap olur. 33. Q1, Q2'ni hesablayın. Ne verilib bize? Yanan maddeler hidrogen ve asetilen. Kütlesi 1 gram. Aha. Hidrogenin yanma istiliği 286'dır. Yani 1 molu yananda 286 kilojoule istiliği ayrılır. Hidrogenin 1 molu da 2 gramdır. Yani 2 gramından 286 ayrılırsa 1 gramından ne kadar ayrılacak? 143 ayrılacak. Cevap ya A'dır ya B. Asetilenin C2H2'nin yanma istiliği 1300'dür. Asetilenin emeri de ne kadardı? 26. 1 molu 26 gram. 13 gramından ne kadar istiliği ayrılacak? Bəs 650 ayrılacak. Cevap olur B variantı. 34. 3 amin propan turşusuyla izomer olan maddəni göstərin. 3 amin propan turşusu. Propan turşusu deyirsə əsas zəncirdə 3 karbon var və 3-cü karbona da NH2 birləşib. Hidrogenləri də düzəldək. İndi bizdən bu maddənin özünü soruşmur ha. Onun izomerini soruşur. Deməli, Y'ni çıxıram 4 karbon var. B'də 5 karbon var. C'də 3 karbon var. Ama burada hidrogenin sayı 9'dur. Çoxdur hidrogenin sayı. Bu da değil. Olmalıydı 7 hidrogen. Sonra D'de 4 karbon var. Qalır A variantı. Baxın 3 karbon var. Hidrogenlerin sayı da azotun sayı da bərabərdir. Cavab A variantı olur. 35. X2SO4 vurulsun. M mol su kristal hidratında. Hidrogen atomları sayının oksigen atomlarının sayına olan nisbəti 10/7 kimidir. N'ni müəyyən edin. Burada hidrogen atomu 2N qədərdir. Hidrogen atomlarının sayının oksigenə nisbəti. Oksigen nə qədərdir bəs? 4'ü duzdadır, N sayda da suda. İndi 10/7 kimidir deyir. Yəni 40 plus 10N bərabərdir 14N'ə. Buradan 4N bərabərdir 40'a. N də bərabərdir 10'a. Yeni müəyyən etdik ki N 10 imiş. 36. Reaksiyalara əsasən X, Y, Z metallarının kimyəvi aktivliyinə görə müqayisə edin. X aktiv metaldır. Çünki aktiv metalların nitrat duzları parçalandıqda nitrit duzu və oksigen alınır. X aktiv. Y pasif metaldır. Pasif metalların nitrat duzları parçalananda metalın özü alınır. Görürsünüz, Y'ın özü alınıb. Sonra NO2 və O2 alınır. Z də orta aktiv metaldır. Çünki orta aktiv metalların nitrat duzları parçalananda
Metalın oksidi alınır plus NO2 ilə O2. İndi kimyəvi aktivliyə görə müqayisə etsək, X böyükdür, Z böyükdür, Y olacaq. Yəni C variantı doğru cavab olacaq. 37. Nə soruşur 37-də? Eyni maddənin məhlullarını qarışdırdıqda birinci qabda 19%, ikinci qabda 22% məhlul alınırsa Y-ı hesablayın deyir. Hə. İndi birinci qabda 19% məhlul alınır. İkinci qabda 22%. Aha. Baxın, ikinci qabda kütlələr, məhlulların kütlələri bərabər olduqlarına görə X ilə Y elə bil ki, belə deyək, X plus Y-ın 2-yə böləndə 22 alınır. Yəni, X ilə Y-ın ədədi ortası 22-dir. İndi birinci qabda 19-dur. Bunu da belə eləyək. 100 vurulsun X plus 60 vurulsun Y bərabərdir. 160 vurulsun 19. Çünki birinci qabda 19%'dir. Elə bil ki, M1 omega 1 plus M2 omega 2 bərabərdir. M1 plus M2 vurulsun omega son. Bu düsturdan istifadə eləyək. Gedək görüm başımıza nə gəlir. Hə, indi buradan da bilirik ki, X plus Y bərabərdir 44'ə. Və indi hesablasaq, baxın, hərəsindən bir sıfırı atıram burada. 10x plus 6y bərabərdir 304'ə. Belə bir tənlik aldıq. Buradan da bilirik ki, x plus y bərabərdir 44'ə və belə bir sistem tənliyə gəlib çıxırıq. Bunu da hesablayanda da özüm vaxt itirmirəm. X bərabərdir 10 alınır. X 10 alınırsa y da bərabər olur 34'ə. Bizdən də y soruşur, cavab olur Y variantı 34. 38. Uyğunluğu müəyyən edin deyir. 3 fərqli reaksiya verilib. Deməli, birinci reaksiyada kibritin yanma reaksiyasıdır. Kalium klorat plus fosfor alınır. Kalium klorid plus P2O5. İkinci reaksiyada adi şəraitdə olduğuna görə kalium hidroksidin xlorla reaksiyasından kalium klorid, kalium hipoklorid və su alınır. Üçüncü reaksiyadan da kalsium karbonatı parçalasaq kalsium oksid və karbon qazı əmələ gəlir. A'da deyir, reaksiyadan qaz halında maddə ayrılır. Bu üçüncü reaksiyadır. 3'ə gedir A. Deməli, A'nı çıxıram, Y'ni çıxıram. Kibritin yanma reaksiyasının tənliyidir. Bu 1'ə aiddir. 1'ə gedir B. Bunda C'ni silirəm. B ilə D qalır. C'də deyir, disproporsiya tipli oksidləşmə reduksiya reaksiyasıdır. Disproporsiya, yəni öz-özünə. Bu ikinci reaksiyadır. Sadəcə xlorun dərəcəsi dəyişib. -1, -5. 2'yə gedir C. Aha. Və D'yə baxırıq. Reaksiyadan turşu oksidi alınır deyirsə, bir dəqiqə. Reaksiyadan turşu oksidi alınırsa, bu həm birinciyə aiddir, həm üçüncüyə aiddir. Bəli, D'ni 1'ə də 3'ə də yazacaqsa, cavab olur B variantı. 39. X, Y, Z maddələrini müəyyən edin deyir. Aha, variantlara görə gedəcək. A variantı. H-xlor qoysaq X-in yerinə ferrum xlor 2 alınır. Ferrum OH2 alınır. Və onun da üzerine X gəlsək, yenə H-xlor gəlsək, yenə də ferrum xlor 2 alacaq. Y alacaq. Bəli. Budurmu? Bitdi. Vəssalam. H-xlor, ferrum xlor 2, ferrum OH3 olmaz. Xlor, ferrum xlor 2 olmaz. Bəli, elə A variantıdır. Deməli, bir də təkrar yazıram. H-xlor plus dəmir alındı ferrum xlor 2. Ferrum xlor 2'nin üzerine kalium OH gəlsək, alınacaq ferrum OH2 plus kalium xlorid və ferrum OH2'nin də üzerine təzədən H-xlor gəlsək, X gəlsək, alınacaq ferrum xlor 2 plus 2 mol su. Bəli, A variantı uyğun gəlir. 40-cı sualla davam edirik. Qapalı qabda baş verən bu reaksiyaya əsasən doğru ifadələri müəyyən edin deyir.
Xromun qatı nitratla reaksiyası. Bilməliyik ki, xrom da, dəmir də həm duru nitratla, həm qatı nitratla 3 valentli duz əmələ gətirirlər. Dəmiri yazırdım, az qala çaşıb. Xrom yazaq. Deməli, burada qatı nitrat verilibsə, alınmalıdır xrom 3 nitrat duzu plus. Xrom orta aktiv metaldır. Qatı nitratla NO əmələ gətirəcək və su əmələ gətirəcək. İndi əmsallaşdırmaq lazımdır təbii ki. Xrom 3 elektron verir, azot 3 elektron alır. Eləmi? Burada 1 yazaq, burada 1 yazaq. Beləmi olur? 4 azot, burada 4 yazsaq, suya 2. Düz oldu mu? Oksigenlərə baxaq. 12 solda, 9, 10, 12 də sağda. Bəli. Bir də deyir ki, X qazını oksidləşmə məhsulunun parçalanmasından almaq olar. Oksidləşmə məhsulunun parçalanması. Oksidləşmə məhsulu xrom 3 nitratdır. Xrom 3 nitratın parçalanmasından NO almaq olmaz. Xeyr. NO2 almaq olar. Yəni birinci müddəa düz deyil. 2-də deyir, reaksiyaya daxil olan turşunun 75% duzun alınmasına sərf olunur. Bəli, bu doğrudur. Baxın, 4 mol turşu var. Onun 3 molu duzun alınmağına sərf olunub. Nitrat iyonunun 3 molu duzun tərkibindədir. 3-də deyir, X qazının sıxlığı havanın sıxlığından azdır. NO-nun emeri 30'dur. Hava 29. Bu səhvdir. 6 mol su əmələ gəldikdə reduksiya edici 9 Na elektron verir. Baxın, reduksiya edici, yəni xrom 0-dan müsbət 3-ə gedir. 3 Na elektron verir. 3 Na elektron verdikdə alınır 2 mol su. 6 mol su alındıqda da təbii ki, bəli, xrom 9 Na elektron verməlidir. 4 doğrudur. 5-də deyir, reduksiya məhsulu duz əmələ gətirməyən oksiddir. Bəli, NO-dan söhbət gedirsə doğrudur. Yəni 2, 4, 5 götürməliyik. Cavab C variantı olacaq. 41-də deyir, amonyakın hansı maddələrlə reaksiyasında azotun valentliyi dəyişmir? Amonyak plus sulfat. Ümumiyyətlə, turşularla reaksiyada amonyum duzları alınır deyə, məsələn, amonyum hidrosulfat alınır. Amonyakdan amonyum alınanda valentlik 3-dən 4-ə qalxır. Azotun valentliyindən söhbət gedir. Bu bütün turşulara aiddir. Yəni 1-i, 4-ü, 6-nı çıxdım. Elə turşuları çıxandan sonra yerdə qalır oksigen, mis-2 oksid, karbon qazı. Burada azotun valentliyi dəyişmir. Məsələn, amonyakın oksigenlə reaksiyası, yanma reaksiyası. Alınır azot qazı, su. Bəli, burada 3 valentdən 3 valentə gəlir. Baxın, yanmanı xüsusi vurğulayıblar. Çünki oksidləşmə reaksiyasından NO alınır. NO-da da biz konkret olaraq deyə bilmirik ki, azotun valentliyi 3'dür. Xeyr, NO-da azotun valentliyi 3 deyil. Sonra mis-2 oksiddən amonyakla reaksiyada alınır mis, alınır azot, alınır su. Yenə də azot alındı, 3 valentlidir. Və karbon qazı ilə amonyakın reaksiyasında alınır karbomid plus H2O. Burada da azot yenə 3 valentlidir. Y variantı doğru cavabdır. 2, 3, 5. 42. Homoloqlar A və B maddələridir. Homoloqlar üçün ümumi olan əlamətləri tapmalıyıq. Məsələn, metanla etan. Homoloq nədir? Eyni sinifə aid olan maddə. Eyni sinifə aiddirlər. Düzdür. Bütün fiziki xassələri eynidir. Xeyr. Eyni kimyəvi elementlərdən ibarətdir. Düzdür. Nisbi molekul kütlələri eynidir. Xeyr, bu izomerlərə aiddir. Molekulunda kimyəvi rabitələrin sayı eynidir. Xeyr, bu da izomerlərə aiddir. Yəni 1 və 3 eyni olan əlamətlərdir. 43. Sulfid və azotdan ibarət qaz qarışığının həcmi 89,6 litrdir. Yəni 4 moldur. Qaz qarışığından alınan sulfatın maksimum kütləsi 196-dırsa, ilkin qaz qarışığında azotun mol payını faizlə hesablayın deyir. Azotdan sulfat almaq olmaz təbii ki. Sulfiddən sulfat almaq olar. Kükürdün sayına görə müəyyənləşdiririk ki, 1 mol sulfiddən 1 mol sulfat almaq olar. Biz də 196 qram sulfat almışıq. 98-ə böləndə 2 mol deməkdir bu. 2 mol sulfat almışıqsa deməli 2 mol sulfiddən istifadə olunub. Hə, ilkin qarışığımız da 4 moldur. 4 molun 2 molu sulfiddirsə, azot da 2 moldur. Bu, o deməkdir ki, hərəsi nə qədərdir?
50% çıxır axı. Bir dəqiqə, niyə cavab alınmır? C variantında nə yazılıb? Bir də mən bu sualı təkrar baxım. Bəli, burada 50% alınır. 4 moldan ikisi sulfitdir. 50% cavabı. Bilmirəm, C variantı tam oxunmur. Bəlkə də C variantındakı rəqəm 50% deyilə. Nəsə, cavabı yazıram bura. 44. X və Z maddələri üçün ümumi olan nədir? X asetilenin trimerləşməsindən alınan benzoldur. C6H6'dır. X'in C2H4 ilə reaksiyasından alınır etil benzol. Onun da dehidrogenləşməsindən alınır stirol alınır. Yəni digər adıyla vinil benzol. Bunun da ümumi formulu C8H8'dir. Karbonun kütle payı eynidirmi? Eynidir. Bəli. Hidrogenlə karbonun kütle nisbəti eyni olduğuna görə, yəni burada da say nisbəti, kütle nisbəti eyni olduğuna görə kütle payı da eyni olacaq. Ümumi formullarını eyni götürə bilərik, çünki hər ikisi CH formuluna malikdirlər. Bromlu suyu rəngsizləşdirmə eyni deyil. Benzol bunu bacarmır. Karbon atomlarının hibrid vəziyyəti eynidir. Bəli. Bir dəqiqə, ümumi formulları nə hesab elədik? Bir də baxarıq indi. Polimerləşmə reaksiyasına daxil olması, xeyr, benzol bunu bacarmır. Aromatik karbohidrogen olması, bu da düzdür. Onda 1, 4, 6 ümumi formulları eyni deyil. Sadə formulları eynidir. Bəli, sadə formulları CH-dir, amma ümumi formulları eyni deyil. Benzolda CnH2n çıx 6-dır, stirolda CnH2n çıx 8-dir. 1, 4, 6'dır doğru cevap. Y variantı. 45. Etilenin hidrogen xloridlə reaksiya məhsuluna natrium ilə təsir etdikdə hansı maddə alınır? Etilenin hidrogen xloridlə reaksiya məhsulu. CH3, CH2, xlor. Buna da natriumla təsir etsək, Würz reaksiyası baş verəcək. Natrium xlorid alınacaq və etil radikalı öz-özünə birləşərək normal butan əmələ gətirəcək. Y variantı. 46. Hansı reaksiya həm birləşmə, həm də oksidləşmə reduksiya reaksiyasıdır? Elə A variantı. NO2, O2, H2O alınır. HNO3. Bəli, birləşmədir və azotun oksigenin dərəcəsi dəyişir. Həm də oksidləşmə reduksiya reaksiyasıdır. Digər reaksiyalardan B və Y birləşmədir, amma heç biri oksidləşmə reduksiya deyil. 47. Alkan molekulunda sp3s sigma rabitələrinin sayı 10'a bərabərdir və alkanın molekulunda hibrid orbitalların sayını müəyyən edin. Alkanın formulu CnH2n plus 2'dir. Burada sp3s, yəni karbonla hidrogen arasında sigma rabitənin sayı hidrogenin sayı qədərdir. Bunu da 10'a bərabər eləsək 2n8'ə, n də 4'ə bərabər olacaq. Yəni bu maddə C4H10'dur. Bu alkanın hibrid orbitallarının sayı nə qədərdir? 4 vurulsun 4, yəni 16. 4 karbon var, hər birinin 4 hibrid orbitalı var, çünki hər biri sp3 hibridləşməyə malikdir. 48. XYZ-i müqayisə edin. Molekulunda metilen qruplarının sayı, yəni CH2 qruplarının sayı. Gliserinin formulu bu cürdür. Metilen qrupu 2 dənədir. X bərabərdir 2'yə. Yağ turşusu 4 karbonlu karbon turşusudur. Burada da metilen qrupu 2 dənədir. Propanal 3 karbonlu aldehid. Burada 1 metilen qrupu var. X bərabərdir Y, o da böyükdür Z-dən. Cavab çıxır B variantı. 49. Glukozanın qızqırmasından alınan üzvü maddə molekulunda karbon atomlarının sayı 4, 3, 2. Glukozanın qızqırmasından alınan üzvü maddə molekulunda hidrogen atomlarının sayını tapmalıyıq. Karbon 4'dürsə, deməli biz bilməliyik ki, glukozanın qızqırmasından 3 fərqli üzvü maddə alına bilər. Bu, bir yağ turşusudur, etil spirtidir və süt turşusudur. 4 karbonlu olan yağ turşusudur. Bayaqki sualda da bunun formulunu yazmışdıq. Neçə hidrogeni var? 3, 2, 2, 1. Yəni 8. 3 karbonlu olan süt turşusudur. Yazıram formulunu.
Neçə hidrogeni var? 3, 1, 1, 1, 6. Ve 2 karbonlu olan da etil spirtidir. C2H5OH. 6 hidrogeni var bunun da. Neyi tapmalıyıq? X, Y, Z'i tapmalıyıq. Burada PDF'de Z'ler görünmür. 8, 6, 6 doğru cevap olacaq. 8, 6, 6. Çox güman B variantıdır. Y də oxşuyur. Neyse özünüz artıq bildiniz nə demək istəyirəm. Xlor deyir hansı birləşmələrdə 3s-N, 3p-M, 3d-N elektron formuluna uyğundur. N-M-N. Aha, xlor 17-ci element. 3s2, 3p5 ola bilir normalda. Həyəcanlandıqda 3s2, 3p4, 3d1 ola bilir. 3s2, 3p3, 3d2 ola bilir. Bir de 3s1, 3p3, 3d3 olabilir. Şimdi S ile D yarım seviyesinde elektronların sayını eyni veriblərsə, bu 3s2, 3p3, 3d2 heyecanlanma formasıdır. Yani 5 valentli, 5 derece gösterdiği olacaq. Birincidə xlor 2O5-dir, səhv eləmirəmsə, bunu götürürük. H-xlor O-da xlor müsbət 1 dərəcə göstərir, götürmürük. H-xlor O2-də xlor müsbət 3 göstərir, götürmürük. H-xlor O3-də xlor müsbət 5 göstərir, götürürük. Yəni 1 və 4-ü götürəcəyik. Birincidə də xlor 2O5-dir, yaxşı oxunmasa da çox güman ki odur. Davam edirik 51 ilə. Nə deyir 51-də? Fotosintez prosesi. Aha, gəlin prosesi yazaq, sonra suala baxaq. Fotosintezdə karbon qazı 6 mol, su 6 mol götürülür, glikoza alınır və 6 mol oksigen qazı ayrılır. Sərf olunan karbon qazının kütləsi M-dir. Sərf olunan suyun mol miqdarı N-dir. Alınan oksigenin kütləsi M-14,4'dür. İndi bu M-dirsə, bu da M-14,4'dürsə biz nəyi tapmalıyıq? M ilə N-in cəmini tapmalıyıq. Suyun mol miqdarı. Aha. 6 mol karbon qazı. 6 vur 44'dür kütləsi. 6 vur oksigen də 6 vur 32. İndi 6 vur 44 nə qədər edir? 240, 264. Düzdürmü? 6 vur 32 də 100. 80, 192. Aralarındakı fərq nə qədərdir? 64, o da 8, 72 qram fərq var aralarında. Amma bizə verilmiş ədədlərdə 14, 10'da 4 qram fərq var. Deməli, yuxarıdakılar aşağıdakıların 5'də 1'idir. Çünki 14, 10'da 4, 72'nin 5'də 1'idir. Onda M bərabərdir 264 bölünsün 5'ə. Neçə eləyir bu? 250 olsaydı 50 alınardı. 14'ü də 5'ə bölsə 2, 10'da 8. 52, 10'da 8'dir bu. Bəli. 52, 10'da 8'dir. Və biz bir də nəyi tapmalıyıq? Suyun mol miqdarını tapmalıyıq. Bu 6'dırsa normalda. Burada da 5 dəfə az olmalıdır. 12, 1,2 olmalıdır. Yəni, N'i də tapdıq 1,2. İndi bunların cəmi olacaq 54. Yəni B variantı doğru cavabdır. 52-ci suala gəlirik. Nə soruşur? Dissosiasiyasından alınan iyonların mol miqdarı. A müsbət, B2 mənfi. A2B'nin mol miqdarı. Hə. Bunlar nədir bəs? Bu biri X'dir, biri Y'dir. X da Y'ın cəmi 0,75 olduqda A2B birləşməsinin dissosiasiya dərəcəsini hesablayın deyir. Aha. Çox maraqlıdır. Deməli 0,2 moldan alınmalı deyil 0,2 mol. Yox, bir dəqiqə. A2B'nin dissosiasiyasını yazsaq 2A müsbət plus B2 mənfi alınır. Yəni 0,2 moldan alınmalıdır 0,4 mol A. Və əgər 100% olsa 0,6 mol A2B'dən alınmalıdır elə 0,6 mol B. Yəni 0,4 və 0,6'nın cəmi əslində olmalıdır 1. Amma bizdə %75 verilib.
Deməli dissosiasiya dərəcəsi nə qədərdir? 75%-dir. Əslində yəni 100% hesablayanda x-i tapırıq 0.4, y-i tapırıq 0.6. Bunların cəmi 1-ə bərabər olmalıdır. Amma bizim sualda %75-ə bərabər olduğuna görə dissosiasiya dərəcəsi 75% olur. 53. C5HNO 0.1 mol miqdarının tam yanmasından alınan maddələrin ümumi mol miqdarı 1-dir. Yanan maddə molekulunda neçə atom var deyir. C5HNO yanmasından təbii ki karbon qazı və su alınır. 5 karbon varsa bura 5 yazıram. Burada yazıram m/2. Düz oldu mu? Hə. Bir dəqiqə. İndi deyir ki 0.1 molundan 1 mol maddə alınır ümumiyyətlə. Əgər 0.1 molundan ümumiyyətlə 1 mol maddə alınırsa, 1 molundan da 10 mol maddə alınmalıdır. Bunun 5'i karbon qazıdırsa, digər 5'i də su olmalıdır. Yəni m bölünsün 2 bərabərdirsə 5'ə, n də olmalıdır 10. Maddəmiz C5H10O maddəsidir. Və soruşur, yanan maddə molekulunda neçə atom var? 16 atom var. 54. Y-ın bir molekulunda olan iyon rabitələrin sayının polyar kovalent rabitələrin sayına nisbəti 0.6 olarsa doğru olanları müəyyən edin deyir. Aha. Deməli H3PO4'ün kalium OH reaksiyalarından bir dəqiqə 3 fərqli duz alına bilər. Bu kalium H2PO4 ola bilər. Kalium 2HPO4 ola bilər. Kalium 3PO4 ola bilər. Y-ın 1 molunda olan iyon rabitələrin sayından söhbət gedir. Y hansı maddədir? Budur. Deməli, Y ən azından 2 mol kalium OH-ın H3PO4 ilə reaksiyasından alınıb. Ən azından 2 mol. Baxın. Burada 1 mol kalium OH gəliblər. H3PO4'ün üzərinə alınıb X. Sonra onun da üzərindən ən azından 1 mol kalium OH gəlməklə alıblar Y. Yəni ən azından 2 kalium OH gəlinməklə ortofosfatdan Y alınıb. Yəni bu KH2PO4 deyil. Bu 2 duzdan biridir. Ya 2 mol kalium OH ya da 3 mol kalium OH ilə reaksiyadan alınıb. İndi K2 HPO4'ün açıq quruluşunu yazsaq, burada iyon rabitə 2 dənədir. Kovalent rabitə 1, 2, 3, 4, 5, 6 dənədir. İyon rabitənin sayının polyar kovalent rabitənin sayına nisbəti 10'da 6'dır. 2 bölünsün 6, 10'da 6 eləyir mi? Xeyr, eləmir. Deməli bu deyil. Kalium 3PO4'ü yazsaq. 3 dənə kalium oksigenlər vasitəsilə fosfora birləşir. O da 2 qat rabitə oksigen. Deməli burada 3 dənə iyon rabitə var kaliumla oksigen arasında. 5 dənə də kovalent rabitə var. 5'də 3 10'da 6'ya bərabərdir. Bəli. Y-ı tapdıq. Y nədir? K3PO4'dür. Onda belə çıxır ki, yəni buraları silək bir dəqiqə. Y kalium 3PO4'dürsə, buradakı B nədir buradakı B? 3 moldur. B'ni tapdıq 3. B'nin 3 olduğu 1 ola bilər, 4 ola bilər. Artıq A'nın yerinə 1, C'nin yerinə 2 də qoya bilərik. A'nın yerinə 2, C'nin yerinə 1 də qoya bilərik. Vəssalam, cavab olur 1 və 4. 55'ə baxırıq, daha bir maraqlı suala oxşuyur. Qarışığın tərkibi kalium hidrid, kalsium hidrid. Mol sayları eynidir. Qarışığın kütləsi M-dir. Su ilə tam reaksiyasından alınan qələvilər qarışığının kütləsi də M+4/8'dir. Aha. Kalium hidrid plus su. Kalium OH plus H2. Əmsallaşdırmağa ehtiyac yoxdur.
kalsiyum hidrit plus su. Alınır kalsiyum OH2 plus H2. Bura 2 yazsaq. Hidrogene de 2 yazsaq. Düzəldi. İndi qarışığın kütləsi M'dir. Mol sayılarını eyni götürək. Gəlin hərəsini 1 götürək. Ya da 1 götürməyək. Görək nə baş verir. Kalium hidridin 1 molu deməli 40'dır. Kalium hidroksidin 1 molu da 56'dır. Kalsiyum hidridin 1 molu 42'dir. Kalsiyum hidroksidin 1 molu nə qədərdir? 40, 34, 74'dür. Nə qədər artım baş verir hərəsindən 1 mol götürsəydik? Qələvlər qarışığının kütləsində. 16 qram burada artım baş verir. 32 qram burada artım baş verir. 48 qram artım baş verir. Amma bizdə 4,8 qram artımın baş verdiğini görürük. Onda belə bir nəticə çıxarırıq. Hərəsindən 1 mol götürsəydik 48 qram artım baş verərdi. Biz hərəsindən n mol götürmüşük. 4,8 qram artım baş verib. Deməli n bərabərdir 0,1'ə. 56 polimerlər neylon, kapron, polimerləşmə dərəcələri N. Makromolekulunda metilen qruplarının sayı. Neylon, heksametilen diamin və adipin turşusundan yaranan bir polimer. Və adipin turşusu. Bu neylon lifi. Kapron lifinin de formülünü yazsaq NH CH2 5CO N. İndi neylon lifinde metilen grubu 6'sı burada, 4'ü burada. 10 adet. Kapron lifinde de 5 tane metilen grubu var. 5 adet. XY'a bölende alınır 2. 57 uyğunluğu müəyyən edin. Duzun adı verilib. Duzun xassəsi və tipi. Natrium hidroortofosfat. Na2HPO4 bu. Bu birinci duzdur. Natrium dihidroortofosfat. Natrium H2PO4 və natrium ortofosfat. Bu da normal duzdur. H3PO4 ilə reaksiyaya daxil olmur deyirsə burada söhbət gedir ikincidən. Hidrogenin sayı maksimumdursa artıq turşulaşa bilmir. 2'ye gedir A. Natrium OH ilə reaksiyaya daxil olmur. Burada da natriumun sayı maksimum olmalıdır ki qələviləşə bilməsin. Yəni qələviləşmək deyə bir termin əslində bilmirəm var mı yox mu. Yəni natriumun sayı maksimum olanda artıq üzərinə natrium OH gəlmək olmur. 3'e gedir B. H3PO4 və natrium OH ilə reaksiyaya daxil olur. Bu birinciyə aiddir. Yəni həm natriumun sayı 3'ə qalxa bilər, həm də hidrogenin sayı 2'yə qədər qalxa bilər. Normal duzdur. Bu 3'ə aiddir. D. 2 qat duzdur. Yoxdur belə bir duz. Vəssalam. Gəldik, çatdıq situasiyalara. Qapalı qabda CH3COO natrium və natrium OH qarışığını qızdırdıqda baş verən reaksiya zamanı maddələrin kütlələri zamandan asılı olaraq qrafikdə göstərildiyi kimi dəyişir. Reaksiyanı yazıram. CH3COO natrium plus natrium OH alınır. Natrium karbonat plus CH4. 3,2 qram alınır maddələrdən biri. Baxın. Artan xətlərdən biri bu qədər artıb, biri daha çox artıb. Deməli 3,2 qram emeri az olan natrium karbonatın emeri nə qədərdir? 106 olmalıdır. 46 o da 60. 106 bunun emeridir. 16 metanın emeridir. Yəni az alınan xətt metana aiddir. 3,2. Deməli 106 nə qədərdir? 5'də 1'i nə qədər edir bunun? 53. Elə mi? Yox. Elə deyil. 216 212 21,2. 106'nı 2'ye vursaq 212 21,2. Bəli. Yəni C 21,2'dir. A, B, C'ni müəyyən edin. Yaxşı, bəs A və B nə qədərdir? Bir dəqiqə. A, B, C'ni hesablayın deyir birincidə. A-nı bilmirik axı.
Yaxşı, görək nə deyir indi. Reaksiya başa çatdıqdan sonra qabda qalan bərk qalıq üzərinə H-xlor məhlulu əlavə edən zaman qabdan X qazının ayrılması müşahidə olunur. Bəli, qabda qalan bərk qalıq natrium karbonatdır. Onun üzərinə H-xlor gəldikdə alınır natrium xlor plus su plus karbon qazı. Əmsallaşdıranda natrium xlora 2, H-xlora 2 vəssalam. Qabdakı bərk qalığın tam reaksiyasına 122 ml H-xlor məhlulu sərf olunur. 122 ml. Aha, tamam. Bu da gözəl. Bu da belə. Hə, indi 58-ə qaydaq. C-ni tapmışıq 21.2. A və B-ni tapmalıyıq. Baxın, B azalan xətlərdən biri B-dən 0-a düşür, biri B-dən A-ya düşür. Deməli, CH3COO natriumun emeri nə qədərdir? 24, o da 3, 27, o da 23, 50, o da 32, 82. Bir də hesablayaq. 24, 32, 56, 59, o da 23, 82. Bəli, natrium OH da 40-dır. 1 molu. İndi bizdə yuxarıdakı rəqəmlər aşağıdakıların 5də 1-i qədərdirsə, bu 16.4-dür, bu da 8-dir. Deməli, B bərabərdir 16.4-ə, çünki 16.4-dən 0-a düşüb. Çox azalanı CH3COO natriumdur. Bu xətt CH3COO natriuma, natrium asetata aiddir. Bu bir xətti natrium OH-a aiddir. Bunu da 16,4 qram götürmüşük. 8 qramı sərf olunub. Deməli, düşüb 8.4-ə. A bərabərdir 8.4. 58-ə cavab verdik. 59-da deyir, neçə litr X qazının ayrıldığını hesablayın və bu qazın alınma reaksiyasının tam ion tənliyini yazın. X qazı, aha, karbon qazından söhbət gedir. Öncə ion tənliyini yazaq, tam ion tənliyi. Baxın, molekulyar tənliyi burada görürsünüz. Tam ion tənliyi deməli 2 mol natrium plus karbonat 2 mənfi plus 2 mol H müsbət 2 mol xlor mənfi 2 mol natrium müsbət plus 2 mol xlor mənfi suyu və karbon qazını ayırmayacağıq ionlara. Tam ion tənliyini yazdıq. Neçə litr X qazının ayrıldığını hesablayın. Baxın, natrium karbonat 1 mol olsaydı, yəni 106 qram olsaydı 22.4 litr karbon qazı ayrılardı. Amma bizdə natrium karbonat 21.2 qramdır. Deməli, tənasüblə neçə litr karbon qazı ayrılır? 4,48 litr. Bunu da tapdıq. Gəlirik son suala. 60-a. H-xlor məhlulu ilə reaksiyanın sonunda qabda neçə mol duz alındığını H-xlor məhlulu ilə reaksiyanın sonunda qabda neçə mol duz alındığını. Aha. Və H-xlor məhlulunun molyar qatılığını hesablayın deyir. Baxın, normalda 106 qram natrium karbonat götürsəydik, 1 mol duz üzr istəyirəm, 2 mol duz alınardı. Natrium xlordan söhbət gedir. Amma 21.2 qramdan da Y mol natrium xloridi ayrılır. Buradan yazıram. Baxın, 106 qram natrium karbonat olsaydı, 2 mol natrium xlorid alınardı. 21.2 qram natrium karbonatdan da Y mol natrium xlorid alınacaq. Buradan Y bərabər olacaq 0.4 mola. Bəli. Və deyir ki, H-xlorid məhlulunun molyar qatılığını hesablayın. Hesablayaq da. 122 ml H-xlor məhlulu sərf olunur deyir. Molyar qatılığı hesablamaq üçün bizə nə lazımdır? C bərabərdir nü böl V düsturu lazımdır. H-xlorun V-sini bilirikmi? Həcmini. 122 ml H-xlor məhlulu sərf olunur. 122 ml. Litrə çevirməyimiz lazım idi. 0-dan 1000-də 122 yazaq bura. Üstünə də neçə mol H-xlor sərf olunur? Neçə mol H-xlor sərf olunur? Elə 0.4 mol. Buradan hesablayaq. Bəli, 0.4 mol natrium karbonatla reaksiyaya sərf olundu. Amma burada bir şey də unutmamalıyıq ki, H-xlor burada təkcə natrium karbonatla reaksiyaya girmir. Qabda
Natrium hidroksid də qalıb. Baxın. Natrium hidroksid də axı artıq qalıb 8,4 qram. Onu da tapmalıyıq ki, görəsən 8,4 qram natrium hidroksidlə neçə mol H-klor reaksiyaya girir? Normalda 40 qramla 1 mol reaksiyaya girirsə 8,4 ilə də 0'dan %21 mol H-klor reaksiyaya girir. Hə, 14'ü burada, %21'i burada. Yəni %61 molu sərf olunur H-klorun. Ona görə mol yerinə %61 yazacağıq. Litr yerinə də 1000'də 122 yazacağıq. Buradan nə alınacaq? 5 alınacaq mı? 120, bəli, 5 mol böl litr alınacaq. Bir də onu soruşur ki, 60-cı sualda H-klor məhlulu ilə reaksiyanın sonunda qabda neçə mol duz alındığını hesablayın. Hə, natrium OH-ın H-klorla reaksiyasından əgər %21 mol H-klor sərf olunubsa, elə %21 molda natrium klor alınıb buradan. %21 mol natrium klorid duzu alınıb. Bir də natrium karbonatla H-klorun reaksiyasından da əgər 10'da 4 mol H-klor sərf olunubsa elə 10'da 4 molda natrium klor alınacaq. Yəni %61 mol duzun alındığını buradan görəcəyik. Son olaraq onu da deyək ki, 60-cı sualda deməli qabda neçə mol duz alındığını mən öncə 0,4 dedim. Xeyr, 0,4 deyil, 0'dan %61'dir. 0'dan %61 mol duz alınır. Yəni ikinci reaksiyanda nəzərə almaq lazımdır. H-klor məhlulunun molyar qatılığını da tapmışıq 5 mol böl litr. Vəssalam, növbəti videolarda görüşənədək hələlik.